Salam dəyərli dostlarımız, Masazır qəsəbəsindəyik. 2 nömrəli məktəbin tam yaxınlığında 2 sot torpaq sahəsinin üzərində inşa olunmuş 2 mərtəbə 4 otaqlı sizlərə həyət evi təqdim edirəm. Mərtəbələr arası monolit betondur dəyərli izləyicilərimiz. Damı paket şiferdir. Tam yaşayışlı bir evlə sizləri tanış edəcəm. Həyətyanı sahə metlaq daşlarla örtülüb, qazı suyu işığı çəkilib, hazır bir vəziyyətdədir. Kanalizasiya sistemi isə mərkəzidir. Evin ön tərəfində cütsə əkmək üçün yerinə kimi qoyulub, təhlükəsizlik sistemlərinin kameraları vurulub, hazır bir vəziyyətdədir. Geniş bir şəkildə həyətyanı sahəsi var. Həyətində gül, çiçək, ağaclar əkilib, tam hazır vəziyyətdədir. Ehtiyat su çənnə kimi qoyulub dəyərli izləyicilərimiz. Evin ümumi fasad görkəmi ilə bir daha sizləri tanış edirəm. Şəbəkə pəncərələri qoyulub. Demək, dəyərli dostlarımız, evin içərisində qalır mətbəx mebeli, kombi aparatı və kondisioneri. Çox bahalı bir kondisioner quraşdırılıb. Hamısı təzədir, az bir vaxtda işlədilib. Evdə tam yaşayış yoxdur. Dəyərli dostlarımız, evə gələndən gələnə, belə deyim, altı bazar, gələndən gələnə evin içərisində yaşayış olur. Geniş bir şəkildə həyətyanı sahəni sizlərə təqdim edirəm. Kupçalıdır. Masazır qəsəbəsində yerləşir. 2 nömrəli məktəbə 100 metrlik məsafədədir. Keçək evin içi ilə də sizləri tanış edeyim. 2 mərtəbə 4 otaqlıdır. İkinci mərtəbəyə qalxan taxta pilləkənlər, dəhliz vasitəsilə otaqlara bölgülərdir. Dəyərli izləyicilərimiz, kermogranit olan sahələr istipolla üzlənilib. Solda yerləşir evin qonaq otağı. Çox böyük bir kvadrata malik qonaq otağı var, dəyərli izləyicilərimiz. Videonun əvvəlində qeyd etdiyim kimi, evin 4 bir tərəfini kamera nəzarəti göstərir dəyərli izləyicilərimiz, hətta evin içərisinə kimi. Şəbəkə pəncərə öz həyətyanı sahəsinə baxır, geniş bir şəkildə qonaq otağı var. Birinci mərtəbə ümumilikdə istipolla üzlənilib. Tavan sahəsi alçıban spot lampalarına kimi işlənilib. Tam hazır bir vəziyyətdədir. Kupçalı olaraq satışa çıxarılıb. 2 sot torpaq sahəsinə yaxın bir məsafədədir. Twisting yerinə kimi quraşdırılıb, hazırdır dəyərli dostlarımız. Evimiz tam olaraq əşyasız satılır. Evin içərisində qalır mətbəx mebeli, kombi aparatı və kondisioner dəyərli izləyicilərimiz. Keçək sizləri mətbəx sahəsi ilə tanış edim. İkinci mərtəbəyə qalxan taxta pilləkənlər və pilləkənlər altı kladovka. Pilləkənlər altı kladovkada dəyərli dostlarımız kombi aparatının yeridir və birinci mərtəbə ümumilikdə istipolla üzlənilib. İstipolun kollektoruna kimi quraşdırılıb, hazır bir vəziyyətdədir. Hər mərtəbənin özünə məxsus sanitar qovşağı mövcuddur. Tam təchizat bütün aksesuarlarına kimi quraşdırılıb, hazır bir vəziyyətdədir. 4 bir tərəfdən cüt daşla inşa edilib, mərtəbələr arası monolit betondur və dəyərli dostlarımız, gözəl, geniş bir kvadrata malik mətbəx sahəsidir. Yığılan, görülən bütün mətbəx mebeli evin içərisində qalacaq. Birinci mərtəbə, bir daha qeyd edirəm, ümumi ərazisi istipolla üzlənilib. Qalxağın ikinci mərtəbə ilə sizləri tanış edim. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Buyurub zəng edə bilərsiniz. Çox zövqlə möhkəm yığılmış taxta pilləkən sahəsi var. Dəyərli dostlarımız, ikinci mərtəbəyə qalxanda solda yerləşən böyük bir dəhliz sahəsi, kondisioneri vurulub, hazır bir vəziyyətdədir və buradan eyvana keçid etmək də mümkündür. Geniş bir kvadrata malik eyvan sahəsi var. Dəhliz vasitəsilə otaqlara bölgülərdir. Dəhlizdən tavana çıxış etmək mümkündür. 3 yataq otağı, 1 sanitar qovşaq ikinci mərtəbədə yerləşir. Hər bir mərtəbənin ayrı-ayrılıqda istilik sistemlərinin xəttinə kimi çəkilib, radiatorları bağlanılıb, tam hazır bir vəziyyətdədir. Alqı-satqılı et, həmən köç yaşa bir sizlərə mənzil təqdim edirəm, dəyərli izləyicilərimiz. Otaqlar da yetəri qədər böyük kvadratda malikdir. 120.000 manata Kupçalı Masazır qəsəbəsində 2 saylı tam orta məktəbin 100 metrlik məsafəsindədir, dəyərli izləyicilərimiz.
055 291 35 65 mənim əlaqə nömrəmdir. Buyurub zəng edə bilərsiniz. İkinci mərtəbədə tam yaşayış olmadığı üçün sanitar qovşağa artıq əşyalar yığılıb dəyərli izləyicilərimiz. Belə, bu qədər. Səhifəni bəyənib takip etməyi unutmayın. Real müştərilərə evimizin qiymətində endirim ediləcək. Sağ olun, sağlıqla qalın.